Gəlmişdik Muşitosla yemək belə yeyilirin stendlərindən çəkiliş eləməyə. Amma mükəmməl strategiyamız sayəsində heç birini eləyə bilmədik. Qaldı növbətdəki inşallah. Növbə var idi. Həqiqətən növbələri dəhşətli dərəcədə çox idi. Maşallah. Burada başqa nə var? Badamlıdan hədiyyə qazandı Bilal. Öz strategiyası nəticəsində. Mənə aid strategiyalar tutur. Burada bir problem yoxdur. Mənə aid strategiyalarda biraz problem olur. Ya o da tutur. Amma biraz şey var. Nə bilim, nəsə var. Olumsuzluq deyək. Bu yarmarka da yaxşıdır. Yox, elə deməyək, yaxşıdır hər şey. Bu yarmarka da yaxşıdır, min şükür. Sadəcə burada bir üstünlük oldu ki, stendlərin arasındakı məsafə en olaraq danışıram. Çoxdur, insanların gəzməyə yeri də kifayət qədər çox olur. Düzdür. Məsələn, bulvar yarmarkasında biraz stendlər bir-birinə çox yaxındır deyə sıxlıq çox olur. Və orada kifayət qədər insan axış edir. Bu da daha çox sıxlığa gətirib çıxarır. Doğrudur, hə. Daha rahat hərəkət üçün bura optimal seçimdir. Bəli. Amma oranı da maraqlı dizayn ediblər. Bahar havasında, bahar atmosferində. Təbii ki, oranın dizaynına daha çox diqqət edilib sanki. Məncə də. Amma belə bizim bu yarmarkada yoxladığımız stendlər hansılardır? Hacı Turqayın tostları qəşəngdir, qiyməti münasibdir. Sucuğu xoşuma gəlir deyə bəyəndim. Çox dadlıydı. Sonra tiftik yoxlamışam. İngilis brendi idi, səhv eləmirəmsə. Kumpir çox qəşəng idi. Kumpiri yəni heç Ortaköydə baxmadım ki, mənlik deyil dadına. Və heç İzmirdə də yemədim. Amma yəni burada yoxladım. Qəşəngdir, maraqlı və doyumludur ən əsası. 2 nəfər rahatlıqla yeyə bilər. Çox qarışıq bir şeydir, amma tövsiyə də eləmirəm. Hər adamın ağız dadı. Elə yox, yəni sadəcə mənim bəyəndiyim xüsusi məhsul deyil, onu deyə bilərəm. Sonra nə yoxlamışıq buradan? Dadı necə idi kumpirin bəs? Yoxlamışam. Kumpirdə 7 növ seçim seçirsən, sənin seçdiyin seçimlərdən asılıdır əslində. Orada əsas məsələ orada başlayır. Sirdelnik yaxşı idi. Çox bəyəndim. Çox sağ olun. Xanım, mən tələbə olandan burada işləyir. Sənə deyirəm 2015-dən, 16-dan. Mən 13-17-də tələbə olmuşam bakalavr. O əhli də burada belə bu ətir işini Allah iş avantlığı versin. Amin. Allah yorulmasın. Hə, sonra nə yoxlamışıq buradan? Hazırda xatırladıqlarım bunlardır. Bir də badamlıda oynadıq, qazandıq. Məncə yaxşıdır. Yoxlamaq olar. Mən yeni gəlmişəm. Ona görə Bilal Serbiyadaydı. Ruxsarənin yoxladıqlarının çoxunu yoxlaya bilməmişəm. Bir şeyi yoxlamışam. Hacı Turqayın sucukları ilə olan tostu. Həqiqətən o da çox dadlı idi. Yəni yalandan demirəm, nə var onu deyirəm. Dadı çox xoşuma gəldi. Çünki adətən çox dadlı olanda özüm üçün də alıram sonra evdə. Düzəldirəm nəsə. Eyni şeyi kopyalamağa çalışıram. Daha baha başa gəlir. Bundan da ayrıca bir videomuz var. Keçid edib bir öncəki videoda baxa bilərsiniz. Deməli, badamlı stendi yarmarkada var. Burada belə bir xanalar var. Siz bu xanadan 3 dənəsindən ikisini eyni tapsanız, sizə badamlıdan hədiyyə verilir. Davam edə. Aha. Aha. Olmadı. Yox, heç birini tutuzdura bilmədim. Okey, indi sən. Eləməyə çalışıram. Bir bu. 2 bu. Birin də o üçüncünü seç eyni sıradan. Bu da badamlı. Deməli, badamlı stendindən belə hədiyyələr qazandıq. Üçündən ikisini eyniləşdirdik deyə.